Sağlam olsun, hidayete tabi olanları. Amin. Oradan olsun. Sonra Peyğəmbərimiz bizə ümumi oldu, deməli. Peyğəmbərlər ümmətlərinin ümumiyyətidir. Peyğəmbərimizin xanımları da olub, Allahımız görür. O vədə videolar bunlara, sonra. Amma o öz paltarını özü təmizləyərmiş, ayaqqabısını özü sizərmiş. Hətta eşitmişsən nə? Hədislərdədir, yoxsa Qurandan deyiləm, nə? Mən bir söz deyim, yəni deyirlər ki, hədislər səhvdir, sonra sən nə deməksin, onu deyim. Xanımlarına kömək edərmiş deyirlər, amma nə deməksin? Məsələn, çay içirdim indi, yadıma düşdü. Məsəl üçün, kişilər mütləq otururlar, qadın çay gətirir. Səhər işə gedəndə ki, arvad durmalıdır, xanımı durmalıdır, buna çay verməlidir ki, şey olursa. Amma bu çay da içə bilmirsə də bu nətər şeydir bu? Niyə xanımı durmalıdır? Dursun, durubsa dursun, uşağı amma varsa, yaxşı, gecəni ibadət edib, yatmıyorsa, laf kafir adam olsun, aysa olur. Ya mömin olsun. Niyə iminli qadın çay gətirməlidir? Oraya yenə bir yerdə gətirirlər, bir də burada gətirirlər, yox. Qadın gətirsə yaxşıdır. Amma ki, Çin çöldə yorulmağı var, gəlir evə. Gedəndə nədir? Yaxşı, yeyirlər, qadın gətirir orayı, çayı da gətirir, laf yaxşı. Çöldən əziyyət çəkib gəlir. O yorğunluq çıxana qədər qulluq edir. Qulluğunda durmaqdır da. Yəni, orada elə bir şey yoxdur. Hörmətlər qarşılıqlıdır, amma hörmətlər qarşılıqlıdır. Allah Quranda buyurur. Və o nədir ki, səhər-səhər dur, mənə çay verir, sonra geri yatarsın. Çaydır da, çaydan altını yandırırsan, sudur, qazdır. Xalam bir söylən bir söz vardır. Dedim, Kore pişirməyə bacarsan, nəsə soruşun, onu dedi. Qaz pişirdi, mən pişirdim. İndi çaydan altını yandırdı. Biraz da çay tökü vacibdir dəmlənə. Dəmlərsin yox. Nə var ki olsa? Nələr? Nə var ki olsa? Məndən niyə soruşsun? Senin görüm nədir şeytan? Yadından çıxdı nəsə deyildi. Nə deyir ki, ağıllı olun, sağ olun, düz deyildi. Məmin deyildi. Ağıllı olun, sağ olun. Amin. Bir-birinizlə nə bir mahnı var, onu qoyur. Olmaz, 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 olmaz. Ya, desin gər var, nə var orada, sonra mahnı sözlərini çox bilməyəm. Yarla savaşmaq olmaz. Bir çayın üstündə boğuşanlardır. Nə? Məsələn, təhqir edirlər ki, bu yatır, məsəl üçün, lağ eləmirsən, yox. İnək kimi yatır deyən də var, mal kimi yatır. Sən elman nə deyir? Yadından sonra da bir sədə söz deyir. Sən niyə yatırdın? Nə üçün? Elman söhbət eləmək üçün onu görüş söz vermişəm. Allah istəmir, mən də istəmirəm. Amma çox söz deyir. Olmaz, olmaz, olmaz,